Nənəmin əllərindən özü kimi gözəl, göyçək, dadlı, duzlu balqabaq aşı reseptini bölüşürəm. Əsl balqabaq aşı necə olur, necə bişirilir? Nənəm sizin üçün bu günləri bişirəcək. Mən burada balqabaqla bildiyiniz mücadilə aparıram. İlk dəfə də həyatımda balqabaq doğrayırdım. Bilmirdim ki, bu qədər çətindir. Nəysə ki, bir güclə doğrayandan sonra atam gəlir, çatır köməyimə, sağ olsun, həmişəki kimi. Qəşəng doğrayır, qabığını falan soyur. Sonra ana bala özləri bişirirlər. Mən də həm video çəkirəm, həm də ki, nənəmin nə istəyirsə gətirirəm ki, onun üçün rahat olsun. Deməli, görürsünüz, qabığı tam şəkildə belə soyulur, ağ hissəsi qalmamalıdır, içliyi təmizlənir. Nənəm mənə 2 dənə orta boy soğan da deyir, soy qabığın. Özü isə sonra belə balqabaqları doğrayır. Sonra turşu da, papam turşu çox sevdiyi üçün turşu da əlavə edir. Amma reseptində də var, az da olsa əlavə eləmiyor, amma biz biraz çox əlavə eləyirik. Sonra turşunu da əlavə eləyirik. Soğanı da gördüyünüz kimi nənəm elə əli ilə doğrayır, daha doğrusu. Mən heç vaxt əlimlə soğan doğraya bilmirəm. Duz da əlavə eləyir və əlavə edəndən sonra bu üçlüyü yaxşıca qarışdırır. Hələ ki, şəkər tozu, yəni pesok hələ ki əlavə eləmir. Belə yaxşı qarışdırır. Qarışdırır, qoyur qırağa. Mən də qazanda su qoymuşam. Su qaynayana kimi 1 kilo düyünü belə yuram. Təmiz yuyandan sonra, daha doğrusu nənəm yuyur onları, mən sadəcə tökürəm. Təmiz yuyandan sonra gözləyirik ki, burada su qaynasın. Su qaynayandan sonra nənəm suya duz əlavə eləyir və mən də düyünü əlavə eləyirəm. Qoyuruq düyüsü yaxşıca bişsin. Əslində düyünün belə tam da bişməyə ehtiyac yoxdur. Çünki hardasa 1 saat yarımı, 2 saatmı bu aş dəmdə qalacaq. Düyü bişəndən sonra süzürük, daha sonra yağ əlavə edirik qazana. O qabdakı yağ təmiz nehrə yağıdır. Sadəcə o qaba əridib tökmüşük. Belə hazırladığı balqabaq qarışımın nənəm tökür qazana və daha sonra üzərinə pesok əlavə eləyir. Pesok balqabaq əgər az şirin olarsa əlavə olunur. Ona əsasən ölçüsü götürülür. Nənəm belə pesok da əlavə eləyir. Daha sonra düyünü üzərinə əlavə eləyib, yenə də yağ üzərinə əlavə etdikdən sonra nə qədər əlavə elə söz dedim, qoyuruq dəmə. Dəmir qoyuram qazın üstünə, onun üzərində belə qoyuram və hardasa qalır 2 saata yaxın belə dəmdə. Nə qədər xırda xodda çox qalsa, o qədər daha yaxşı olur. Gördüyünüz kimi artıq bişib. Mən balqabağı heç sevmirdim, amma doğrudan da dadı möhtəşəm idi. Yedim. Hətta evə başqa yemək yemişdim ki, mən zaten bu aşı yeməyəcəm, amma oturdum sonradan yedim. Çox ləzzətli idi. Nənə əllərinə sağlıq. Allah sənə uzun ömür versin, can sağlığı versin. Biz həmişə belə sənin əlindən dadlı yeməkləri yeyək. İzləyən hər kəsə təşəkkürümü bildirirəm.